Bu günlərim qadınların aktual problemi olan gəlin-qaynana münasibətindən danışmaq istəyirəm. Kim gəlini sevmir? Əslində gəlini sevməmək oğlunu qəbul etməməkdir. Gəlini sevməmək oğlundan gözlədiyi gözləntilərin yerinə yetməməsidir. Və oğul kimi onu qəbul etməməsidir ki, gəlini sevməmək. Əgər kimsə gəlini çöldə buraxırsa, əgər kimsə gəlini istəmirsə, o insan bolluğun bərəkətində çöl atmış olur. O insan bolluğundan, bərəkətindən də qaçmış olur. O insanın oğlu ilə hansısa bir energetik çatışmaları var ki, o insan gəlini istəmir. Əgər sizdə də belə bir situasiyalar varsa, mütləq ki, burada sizin qaynana ilə deyil, qaynananızın oğlu ilə olan problemi həll olmalıdır. Buna görə də mütləq seans almalısınız.